Qaranlıqda əl halvasına yeriməkdən canımız Əl qurtarardı. halvasına oxu, Müəllim eşitdim. Halvasına ne? əziz deyil. Hı. Deyib torvuzlaşıb deyəsən nəfsim halva istəyir. Ola Yaxşı. bilər, ola bilər. İraq sağlardan. Neyse. Aha buyur. Sizin də qara zarafatınız şeydi əvvəl. Kəskin Dertli. Aha buyur. qaranlıqda Allah hayda koysun. bilmem. Qaranlıqda hayda el halvası. Ha, ben də çaşdırdım. Əl havasına yeriməkdən canımız qurtardı. Bu söz deyirsən. Bu açığı mən bilmirəm nə deməkdir. Əl havasına. Çox maraqlı sözdür amma. Yəqin ki, çor-çorana heç nə görmədən olar da əl havasına təsəvvür eləyə bilirəm əl havasını belə əl havada belə əllərini elə gedirlər də çor kimi yəni belə. Maraqlı sözdür əl havasına. Özbaşına tipli sözlərdən də formaca ona oxşayır. Bir xaos məzmunu var da, xaotik. Başqa buna uyğun nə demək olar? Nə tip söz demək olar? Yəni bir növ Allaha pənah şəkildə irəliləmək. Məsələn, Allah umuduna da bəli, bəli, bir yəni konkret yol göstərən, yəni burada artıq dini məzmunda götürsək bir yol göstərən bir qüvvə olmadan kör-körənə şəkildə tərk edilmiş şəkildə eksistensial fəlsəfəyə də uyğun desək, yəni öz başına tərk edilmiş belə və azadlıq məsuliyyət əlaqəsi də qurmaq olar burada. E, Yəni o Sartrın məşhur azadlıq insan azadlığa məhkumdur fikri ilə də götürsək nəsə belə bir şey. Əl havasına yerimək çox maraqlı sözdür. Maraqlı bir fəlsəfi nümunədən də.